Qardaşlar mənə səs göndərdilər. Dedilər ki, bu Zöhrab elm əhlindən sual soruşur və sualını belə qoyur ki, güya kimsə deyir ki, mən ancaq Mədinə tələbindən elm alım, digərlərindən elm almıram və buna görə də suala cavab verilir. Birinci, bu kəzzəb, yalancı, Zöhrab, Allah onun şərrindən qorusun. Heç kimsə belə şey deməyib ki, ancaq Mədinə tələbindən elm alım. Belə söhbət olmayıb. Söhbəti mən qaldırmışam. Birinci, kişiliyi yoxdur ki, sualı düzgün soruşsun. Bəli. Sələflər kişi olub. Mən səhv olsaydım çıxardım. Deyərdim, tövbə eləyib, bəyan eləyib və üzr istəyərdim. İndi çıx, kişilikdən danışmırsan. Adama deyərlər sən demişsən, gəlim evə göstərim də kişiliyimi. Sən kişilikdən danışsan, çıx tövbə elə, bəyan elə. Yox, əxi, bir dənə özünü alçaldı, vallahi. Bütün sıravi qardaşlardan tutmuş, tələbələrcən ha. Hamısı deyir ki, ala bu nədir, ala özün necə alçaltdı bu adam. Dəyərli qardaşlarım, bir neçə məsələlər toxunmaq istəyərdim. Çoxunuz bilirsiniz bu son vaxtı baş verən hadisələr və bunun qısa olaraq bəzi məsələlərə toxunacağım. Xahiş edirəm, diqqətlə dinləyin. İlk öncə Zöhrab qardaşımız sağlam qardaşdır. Allah ona razı olsun. Aramızda olan məsələ bir məsələnin həlli üçün olub. Orada əsəbləşmişəm. Onu çox ağır sözlər demişəm. İnşallah qardaşımız buna görə məni üzürlü görər, haqqını halal eləyər. Bildiniz nə demək istəyirəm, hə? Aydın olur axı.